Hazreti Ali Aleyhisselam'a sual eləyirlər ki, ya Amiral Mömini, niye bu kadar biz dua eləyirik, dualarımız az qəbul olunur? Ali Aleyhisselam deyir ki, bir neçə səbəb var ki, dualarınız qəbul olunmur. Birinci, hamınız bilirsiniz ki, aləmlərin Rəbbi olan Allah var, ancaq onu layiqincə ibadət etmirsiniz. İkinci, bilirsiniz ki, Kur'an Allah kəlamıdır, lakin o Allah kəlamını lazımınca oxumursunuz. Üçüncü, bilirsiniz ki, Peyğəmbər Allah tərəfindən məbus edilmiş rəsuldur, elçidir, ancaq onun sünnəsinə əməl etmirsiniz. Dördüncü, hamınız bilirsiniz ki, şeytan insanların aşkar düşmənidir. Lakin siz şeytanla aşkar düşmənçilik deyil, dostluq edirsiniz. Beşincisi, hamınız bilirsiniz ki, cənnət var. Ancaq ora düşmək üçün heç nə etmirsiniz. Altıncı, hamınız bilirsiniz ki, cəhənnəm var. Ancaq ora düşməmək üçün heç nə etmirsiniz. Nə edirsinizsə ora düşmək üçün edirsiniz. Yedinci, hamınız bilirsiniz ki, ölüm var və ölümdən sonra bir əbədi həyat var. O əbədi həyat üçün heç nə göndərmirsiniz. Səkkizinci, hamınız bilirsiniz ki, bu dünya müvəqqətidir. Ancaq sanki əbədi yaşayacağınız kimi bu dünyada yaşayırsınız.